Xalq dilində desək, məsəl üçün siz uşağınıza pul verirsiniz ki, get dönər al, ayran al. Gündə bir dönər, bir ayran. 5 manata bir dönər alır, bir ayran. 5 manat bunu əhatə eləyir. Gələn il siz uşağa pul verəndə ki, 5 manata get dönər al və ayran al, artıq o pul çatmır. Artıq siz 1 manat ödəyirsiniz ki, sənin bir dönər, bir ayran ala biləsən. İzah eləyə bildim. O 1 manat artım sayılmır, indeksləşdirmə sayılır. 1 manat 50 qəpik versə, məsələn, dönər və ayran alandan sonra 50 qəpik qalsa, 50 qəpik artımdır. Yəni bizdə əslində o indeksləşdirmədə artım deyil. Yəni bu da ayıbdır ki, çünki dünyanın hər yerində, baxın, indeksləşdirmədən sonra, məsələn, 9.3 indeksləşdirmədə o pulun əriyən hissəsini dövlət sənə kompensasiya edir ki, keçən il sən mənim sənə verdiyim pensiya ilə, məsələn, 3 kilo ət alırdınsa, indi 3 kilo ətə pulun çatmır, 9% pulun çatmır. Bu 9%-i tamamlayıram ki, yenə 3 kilo ala biləsən. Baxın, o indeksləşdirmədən əlavə 5-6% rifah payı deyilər, rifah artımı. Yəni ki, məsələn, bir 5 manatda qalır, gedib qıraqdan nəsə əlavə, tutaq ki, bulka almağa. İzah elə bildim. Yəni, bu indeksləşdirmədir və ildə bir dəfə olunur bizdə. Türkiyədə bu ildə 2 dəfədir, 6 aydan bir bu indeksləşdirmə olur. Avropada 4 dəfədir, 3 aydan bir olur. 3 aydan bir, məsələn, hökumət oturur, deyir ki, inflyasiya gedib, artıq xalq, məsəl üçün, 3 ay bundan qabaqki qiyməti ala bilmir, biz indeksləşdirək, yəni pulu artıraq ki, indeksləşdirmə olsun. Yəni, belə deyil, loru dilində izah edirəm. Yəni, bu artım deyil, amma artım lazımdır, mütləq lazımdır. Veteranlara gəldikdə isə bilirsiniz,